75 yaşlı qadını 8 minə görə öldürübmüşlər və meyiti də təlim iti tapıb. Dəyərli izləyicilər, Naxçıvanda 75 yaşlı qadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunan Firuzə İsmailova və Aypara Əsgərovanın məhkəməsi başa çatıb. Aylarla davam edən prosesin sonunda müttəhim qadınlar dəhşətli cinayətdə təqsirli biliniblər. Bu tükürpədici cinayət 1 il əvvəl Şərur rayonunun Oğlan Qala kəndində baş verib. İstintaqla məlum olub ki, Firuzə və Aypara söhbət zamanı maddi sıxıntılardan danışıb. Aypara hazırda 3000 manatdan çox borcu olduğunu deyərək vəziyyətdən şikayətlənib və cinayət planı da məhz bu söhbət zamanı qurulub. Belə ki, vəziyyətdən çıxış yolu axtaran Firuzə rəfiqəsinə 75 yaşlı qonşusu Zeynəb İsmailovadan söz açıb. Təxminən 8000 manat pulunun olduğunu və banka qoymaq istədiyini eşitdiyini bildirib. Bu da rəfiqələrdə tamah yaradıb, onlar yaşlı qadını öldürüb pulunu ələ keçirmək qərarına gəliblər. Ona görə də ümumiyyətlə pulunuz, maddiyyatınız barədə heç kimə heç vaxt heç nə danışmayın. Bir neçə gün sonra plan həyata keçirilib. Ahıl qadın paltar yuyan maşından istifadə etmək üçün Ayparanın evinə gəlib. Paltarları maşından çıxardığı anda Aypara və əvvəlcədən evdə gizlənən Firuzə çəkic və linklə, yəni kualtla qadının başına zərbələr endirərək onu huşsuz vəziyyətdə yerə yıxıblar, sonra isə yastıqla boğaraq qətli tamamlayıblar. Əli qana batan rəfiqələr əvvəlcə mərhumun boynundan asdığı torbanı açaraq içindəki 8000 manat pulu və ümumi dəyəri 3000 manat olan 3 ədəd qızıl boyunbağını götürüblər. Daha sonra meyti həyətdə yerləşən dərin su quyusuna atıblar. Növbəti plan isə cinayəti gizlətmək olub. Bunun üçün rəfiqələr şayə yayıblar ki, güya Zeynəb İsmailovanı sonuncu dəfə kəndin yuxarı hissəsinə gedərkən görüblər. Qısa müddətdə polis əməkdaşları kəndin hər bir künc bucağında, necə deyərlər, axtarış aparıblar və axtarış zamanı polisi ilk şübhələndirən məqam isə Aypara Əsgərovanın həmin gecə müxtəlif mağazalara 3000 manat borc ödəməsi olub. Sorğu-sual zamanı o qonşusunun harda olduğunu bilmədiyini desə də növbəti mərhələdə xüsusi təlim keçmiş it cinayətin izinə düşüb. Qətlə yetirilən qadının paltarından iy götürən it istintaqçıları birbaşa meyitin atıldığı quyuya aparıb. Nəticədə qadının meyti 10 metr dərinlikdən çıxarılıb. Əvvəlcə Aypara, 2 gündən sonra isə cinayətdəki şəriki Firuzə həbs edilib. Prokurorluq onları bir qrup şəxs tərəfindən tamah məqsədi ilə qəsdən adam öldürmə, yəni 120.2.5-ci maddə ilə hakim qarşısına çıxarıb. Bu əməl kişilər üçün ömürlük məhkumluğa qədər cəza nəzərdə tutur, lakin Azərbaycan qanunlarına əsasən qadınlar ömürlük məhkum edilmir. Hər biri 3 uşaq anası olan 36 və 37 yaşlı rəfiqələrin işi Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılıb. Məhkəmə zamanı Aypara Əsgərovanın saxlanıldığı gün Türkiyəyə qaçmağa hazırlaşdığı da məlum olub. Tamahlarına uyan qadınların cinayət əməli müxtəlif sübutlar və şahid ifadələri ilə təsdiqini tapıb. Yekunda Firuzə İsmailova 15 il, Aypara Əsgərova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Oğlan Qalan kəndində isə bu dəhşətli hadisə hələ də unudulmayıb və kənd sakinləri mərhum Zeynəb İsmailovanı səxavətli, ehtiyacı olanlara kömək edən bir insan kimi xatırlayırlar. Allah rəhmət eləsin.